Aclıq zamanı ac qalma müddətinin çox olması bədənimizə, özəlliklə də mədə-bağırsağa necə təsir göstərir? Uzun müddət ac qalma əsasən mədə xəstələrinə olmaz. Xüsusən diafraqmal yırtığı, reflü olan insanlara olmaz. Hiperasit mədə xəstəlikləri, Helikobakter pylori qastriti, B tip qastritlər, peptik xora xəstəliyi, mədə bonki barmaq bağırsağının yara xəstəliyi, eroziv qastritlər, yəni xüsusən mədə xəstəliyinə uzun zaman ac qalmaq zərərdir ki, bu zaman mədə turşuluğunun konsentrasiyası artır və bu da mədə iltihabını biraz da artırır. SIBO olanlar, məsələn, bağırsaqlarda aşırı miqdarda qaz toplanması olanlara da uzun zaman ac qalmaq da zərərlidir. Normadan artıq qidalanmaq da zərərlidir. Sonra qəbizlik olanlara uzun zaman ac qalmaq mənfi təsir edər ki, bu peristaltikanı yavaşladır. Aclıqla müalicə, fasiləli oruc tutma bu uzun zamanlardan bəri istifadə olunan metoddur. Lakin bu qaydasında olunmalıdır, düzgün olunmalıdır. Gün ərzində ən azı bir dəfə qidalanmaq məsləhətdir. Zülalla, liflə zəngin qidalardan istifadə etmək, tam taxıllı çörəkdən az miqdarda istifadə etmə. Yəni zülalla zəngin qidaların istifadəsi və gün ərzində bol su içmək tövsiyə olunur. Minerallarla, vitaminlərlə zəngin qidalanmaq tövsiyə olunur. Məsələn, konkret rasionda hansı qidalar olmalıdır? Ət yemək, yumurtanın, təzə pendir, tərəvəzin və tam taxıllı çörəyin, həmçinin az miqdarda kərə yağı yaxud zeytun yağının olmağı lazımdır.